Məlum sayt açıq-aşkar zərərlərlə doludur, amma bir çox insan onun gizli təsirlərini görmür. Bu vərdiş səni təkcə bioloji olaraq deyil, psixoloji və emosional olaraq da içdən yeyir. Hər dəfə baxdıqca beynin həzzə öyrəşir və real həyatda heç bir şey sənə maraqlı gəlmir. Motivasiyan düşür, məqsədlərə fokuslanmaq çətinləşir və həyatdan ləzzət alma hissi yox olur. Məlum sayt sənə yalan bir dünya təqdim edir və zamanla gerçək münasibətləri anlamamağa başlayırsan. Özünə olan hörmətin azalır, özgüvən yerini utancaqlığa və narahatlığa verir. Bu zərər səssiz və dərin olur, illərlə fərqinə varmırsan, amma içində çox şey dağıdır. İnsanlara qarşı marağın azalır, hətta sosial tənhalığa sürüklənirsən. Əvvəllər asan görünən işlər belə sənə ağır gəlməyə başlayır. Səbəbsiz yorğunluq, daim stres və narahatlıq hissi gündəlik həyatının bir parçasına çevrilir. Bütün bunların kökündə isə bir tək vərdiş dayanır, məlum sayt. Bu zərəri görmək üçün dibi görmək lazım deyil. Sadəcə bu videonu izlədiyin üçün belə bir addım atmağa hazırsan deməkdir. Unutma, bu vərdişi buraxdıqca içindəki həqiqi güc ortaya çıxmağa başlayacaq. Sən bir ekran qarşısında yox, gerçək həyatda yaşamaq üçün yaradılmısan. İndi qərar ver, səni içdən yeyən bu gizli zərəri davam etdirmək istəyirsən, yoxsa azad olmaq?